Tərəzi bürcü, iyun ayı proqnozu. İyun sənin üçün tam balans ustası mövsümüdür. Bir tərəfdə iş, bir tərəfdə həyat, sən ortada deyirsən. Hamını razı salım da, məndən nə gedir ki? İşdə və şəxsi həyatda tarazlıq qurmaq istəyirsən, amma bəzən elə olur ki, plan belədir, həyat sizə deyir, yox. Surprise! Yenə də sən diplomatiya ilə hər şeyi düzəltməyə bacaracaqsan. Axı sən tərəzisən. Yeni əməkdaşlıqlar gəlir. Sən də o klassik tərəzi cazibəsi ilə insanları öz tərəfinə çəkirsən. Yəni adətən buna deyirlər networking level expert. Yenə də klassik tərəzi. Pul mövzusunda vəziyyət sabitdir və stabildir. Nə uçursan, nə də düşürsən. Düz ortada VIP zona kimi, yəni sevgidə romantika var, amma qərarsızlıq da səninlə paketdə gəlir. Sevirəm, sevmirəm, ya yox, bəlkə də. Bir də düşünüm də. Ayın ortasında ciddi seçim çıxa bilər. Çox uzatma, yoxsa həyat sənin yerinə qərar verəcək. Və nəhayət ayın sonuna doğru isə beynin deyəcək bəsdir. Bu qədər tərəzi olmaq. Və nəhayət daha konkret, daha da aydın qərarlar verəcəksən. Bayramınız mübarək, hörmətli tərəzilər.